Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub yaradacaq. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər silahlı qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün əziz şəhidlərimizin xatirəsini hörmətlə yad edərək onlara Allahdan rəhmət diliyirik. Onların qanı, canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bugün biz buradayıq. Bugün biz doğma torpağımızda bayram günləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm mənəvi əzab çəkmişsiniz. Bugün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq. Bir daha sizi təbrik edirəm. Yaşasın Laçın, yaşasın Azərbaycan.